Uşaqları tərbiyə etmə valideynin borcudur. Tanışın borcudur. Avropa ölkələrindən müqayisədə biz çox irəlidəyik. Sosial şəbəkələrdə ümumiyyətlə nəzarət itir. Yəni bu qədərmi özəl təhsil müəssisələrində təhlükəsizlik təmin olunur? Fəaliyyətiniz dövründə hansı maraqlı cinayət hadisələrinə rastlaşmışsınız? Güllə beynində qalmış, sonradan biz bildik. Üstəltüyü çıxartdım, vurdum. Şəmsəddin müəllim, xoş gördük. İlk öncə elə birinci təşkilatınızın fəaliyyəti ilə bağlı. Bizim təşkilatımız, mən daxili işlər orqanlarından uzun müddət çalışmışam, yəqin məlumatınız var və mən təqaüdə çıxdıqdan sonra təbii ki, qeyri-hökumət təşkilatı yaratmaq niyyətində oldum. Çox götür-qoy etdim. Belə bir təşkilat yaratdım. Məramımız, məqsədimiz nizamnaməyə görə cinayətkarlıqla mübarizədə ictimaiyyətin dəstəyini polis orqanlarına təmin etməkdən ibarətdir. Şəmsəddin müəllim, olubmu ki, vətəndaş polisə müraciət eləmək əvəzinə sizin təşkilata müraciət edib? Bəli, belə hallar son zamanlarda var idi. Mən dərhal bunları ya özümdə bunların ərizəsini alıb rəsmi şəkildə Daxili İşlər Nazirliyinə göndərirəm. Öz, deyək ki, rəsmi blankımda və yaxud da Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə hörmətli Ərşad müəllimi ötürürəm və doğrudan da reaksiyası da olur. Bu da bir növ elə dəstəkdir polisə. Şəmsəddin müəllim, ölkənin kriminal durumunu necə qiymətləndirirsiniz? Bax, ümumiyyətlə ölkədə cinayətkarlıqla mübarizə Avropa ölkələrindən müqayisədə biz çox irəlidəyik. Bizim əhalinin sayı 10 milyondan biraz çoxdur. Ümumilikdə, məsələn, ötən il 2025-ci ildə ümumilikdə həm Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən ümumilikdə 31.400 neçə cinayət rəsmi qeydiyyata alınmışdır. Amma sırf Daxili İşlər Nazirliyi 29 mindən biraz çox. Amma Sovet dönəmi ilə müqayisə edəndə açılma faizi, deyək ki, Sovet dönəmində ümumilikdə cinayətlərin açılma faizi 65, 64, maksimum 67%'dir. Amma indi 90, 93, 95% açılması təmin edilir. Bildiyiniz kimi Guterreş'in özü burada iştirak elədi və çıxış elədi. Təhlükəsizlik baxımından Azərbaycanla bağlı bütün səfirliklər öz ölkələrinə arayış verdilər. Ki burada sabitlik hökm sürür. Var yox, hökm sürür. Şəmsəddin müəllim, uzun müddət polis rəisi işləmişsiniz. Bugün ölkədə bəzi şayələr, məlumatlar, iddialar var ki, bəzi açılmayan cinayətlər var ki, onların açılmasına kimsə mane olur. Sizin fəaliyyətiniz dövründə belə bir halla rastlaşmısınızmı? Hansısa ağır cinayətin açılmasına təzyiqlər olsun? Baş vermiş ağır cinayətlərin açılmasında kənardan maneələrin olması bu mümkünsüzdür. Mümkün hal deyil. Yəni söhbət qanunvericilikdən yox, şəxsi təzyiqdən gedir. Hakimiyyətin budaqlarında ola bilsə hər hansı məmur polisə dırnaq arası dur deyir. Bundan iş olmaz. Belə hallar yoxdur. Çünki bütün hallarda məlumatlar kollegiyaya sızır. Daxili İşlər Nazirinə, onun müavirlərinə, Bakı Baş Polis İdarəsinə və ilə axır. Bütün kollegiyanın üzvlərinə bu məlumatlar sızır və bunu sandıqda saxlamaq mümkün deyil. İl ərzində 300-ə yaxın cinayətkar qrup zərərsizləşdirir. Bu kriminal qrupdur. 300-ə yaxın. Bəzən 250, 240. Yəni fikir verin, kriminal durum nə qədər nəzarətdədir. Yüzlərlə insanlar xarici ölkələrdən ekstradisiya olunurlar Azərbaycana. Yəni burada cinayət törədiblər, sonra müəyyən şəraitdə qaçıb ölkənin hüdudlarının kənarda gizlənsələr də xeyri olmur. Gətirilir. Yəni bütün hallarda sabitliyin təmin olunması üçün atılan addımlar belə havaya atılan boş güllə kimi deyil. Şəmsəddin müəllim, keçək İdraç liseyində baş verən
hadisəyə. Yəni yeniyetmə uşağın, məktəbli uşağın odlu silahla liseyə daxil olması. Və bunu fikrinizi bilmək istəyirəm. Bu əslində kifayət qədər cəmiyyətin də hər bir Azərbaycan vətəndaşının çox böyük rezonansı, əks-sədası oldu, təsir oldu. Elədir bizim deyək ki, ictimai narahatlığa səbəb oldu əslində. Əvvələn sual yaranır ki, bu odlu silahın evdə bu şəkildə diqqətsiz saxlaması nəticəsində uşaq həmin silahı, belə deyim, özününkiləşdirə bildi. Bu diqqətsizlik nədən oldu? Bu təbii ki, yəqin İstinaq ərəfəsində bu məsələlər aydınlıq gətiriləcək. Bu kənarda qala bilməz. Amma bizim cinayət məcəlləmizdə cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunması üçün yaş həddi 16-dır. Amma həmin maddədə göstərilir. Xüsusilə ağır cinayətlərə görə yaş həddi 14 yaş olur, sayılır. Bu uşağın da, belə deyim, bunun yaşı deyəsən 15-16 civarı. 16-dır. 16-dır. Bu birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb olunur artıq. İdrak liseyində mən bir maraqlandım. Orada valideynlərin il ərzində öz uşaqlarının orada təhsil almaları üçün 10 min, 12 min, 15 min, 16 min civarında pul ödəyirlər. Vəsait ödəyirlər. Vəsait ödəyirlər. Yaxşı. Bu pullar hara xərclənir? Əsas məsələ İdrak liseyinə silahı uşağın necə keçirməyidir. Yəni bu qədərmi özəl təhsil müəssisələrində təhlükəsizlik təmin olunmur? Yəqin bu İdrak liseyinin pedaqoji bir şura var. Bu pedaqoji şura şagirdlərin, müəllimlərin təhlükəsizliyin təmin olunması ilə bağlı bir qərar qəbul edibmi? Hansı sənədi qəbul ediblər? Və o sənəddə nə yazılıb? Ümumilikdə. Baxı, mən çox istərdim burada bəzi məqamları diqqətinizə çatdırım. O liseydə baş verən. Burada əvvələn pedaqoji şura, psixoloji və fərdi səbəblərlə bağlı doğura biləcək, xoşa arzu olunması hadisələrin doğura biləcək səbəblərdən biri. Psixoloji və fərdi səbəblər. Yəni, nədir bu? Aqressiya idarə olunmur. Diqqət çəkin. Uşağa istər ailədə, evdə və yaxud da məktəbdə sevgi və məhəbbət çatışma, hörmət çatışmazlığını uşaq hiss edir. Bu biraz özündə olmur. Diqqət olmur uşağa. Uşağa diqqət, sevgi olmayanda o öz əndazəsini aşır. Daxili gərginlik. Uşağın özünü sübut etmə bacarığı ki, baxarsınız. Mən göstərəcəm sizə. Var belə uşaqlar. Görsən, valideyn nə qədər, hətta müəllimlə birlikdə nə qədər uşağa çatdırırlar ki, bax, bu yol budur, bura getmə, belə olsan yaxşıdır, kitab oxumaq lazımdır, boş vaxtında yenə bir bədii ədəbiyyat oxu. Amma uşaq belə diqqətlə baxır, bunları sanki dinləyir, öz qafasını həkk edir, amma tamamilə başqa iş görür. Bir növ qisas almaq meyli güclənir, özünü sübut etmək. Mən sizi dinləmədim. Dinlədim, amma eləmədim. Sübut edirdim uşaq. Ailə mühitində mümkündür belə variantlar. Ailə daxili zorakılıq və münaqişələr uşağı bu yoldan, məhvərindən azdıra bilər. Amma məndə olan məlumata görə bu uşaq kifayət qədər normal bir ailədə böyüyür. Burada valideyn nəzarətin zəifliyi var. Və uşağın kimlə oturub durması maraqlanmalıdır. Məktəbdə, baxın, bizim son illərdə ümumiyyətlə asudə vaxtının gənclərin, yeniyetmələrin necə həyata keçirilməsi məsələsi də unudulub. Sonra silah. Uşaq və yaxud da olduğu silahın əldə olunmasına asan yol, asan çıxış. Əl çatanlığı. Çox ciddi məsələdir. O sosial problemlərlə bağlı deyirsiniz ki, sosial problemlər cinayətkarlığın artmasına, cinayət şəraitində şərait yaradır. Dünyada belədir. Aha. Ailələr var ki, sosial durumu o qədər də yüksək deyil, aşağı səviyyədədir, amma onların evladları çox ziyalı yetişir,
Razıyam. savadlı yetişir. Amma elə imkanlı şəxslər var ki, elə bir də o İdraç liseyindəki uşaq, şagird. Kifayət qədər imkanlı biznesmen ailəsindən çıxıb cinayət törədib. Yox, burada tamamilə doğrudur. Yəni təkcə bir sosial səbəb deyil ki, sosial problemlər deyil axı. Başqa səbəblər də, valideyn diqqətsizliyi. Yəni bizim konstitusiyaya görə, bax, konstitusiya ailənin tərifini belə verir. Ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Ailənin tərifi budur. Atalıq, analıq qanunla qorunur. Bu da konstitusiyada var. Uşaqları tərbiyə etmə valideynin borcudur. Konstitusyon borcudur. Və burada təlim-tərbiyə işi, valideynin öz uşağını tərbiyələndirmək vəzifəsi sıfırdır. Məncə valideyn də burada xüsusi diqqət göstərir. Axı bu insan övladın ən bahalı təhsil müəssisəsində təhsil almağa yönləndirib ki, yəni bu gedib adi məktəbdə təhsil almasın. Yəni 16.000 ildə 16.000 manat ödəmək bir şagirdə kifayət qədər böyük məbləğdir. Yəni buna sırf diqqətsizlik demək olmaz axı. Yox, diqqətsizlik deməli məktəbdə var. Valideyn öz üzərinə düşən uşağının təhsili ilə bağlı vəzifəsini yerinə yetirir. Deyək ki, ödəniş nə qədər? 16.000 verirəm, uşaq ora girəndən sonra qapalı bir yerdir. Uşaq orada təhsillə məşğul olmalıdır. Başqa nə ilə məşğul olmalıdır ki? Deməli, nəzarət orada müəllim, pedaqoji nəzarət olmalıdır. Bəli, təhsil müəssisəsinin özündə təhsil müəssisəsi özü artıq nəzarət etməlidir. Təhsil müəssisəsi, deyək ki, orada o mühafizəçilərin vəzifəsi nədən ibarətdir? Biri çantada bıçaq gətirəcək, qatlanmamış, biri balta gətirəcək, balaca baltalar dükanlarda var. Biri odlu silah, biri partlayıcı maddə gətirə bilər. Bəs bu mühafizəçinin vəzifəsi nədən ibarətdir? Və təbii hamısı kompleks şəkildə bir-birinə bağlı olan məsələdir. Ailədə valideynin diqqətsizliyi, məktəbdə də pedaqoji heyətinin diqqətsizliyi bu hadisələrin törədilməsinə və son anda baş verməsinə gətirib çıxardır. Sizcə bu son hadisədə, İdraç liseyində baş verən hadisədə mühafizəçilər də və yaxud digər o liseyin əməkdaşları məsuliyyətə cəlb olunmalıdır ya yox? Yox, belə ehtimal etmək olar. Deyək ki, mühafizəçi əgər doğrudan müqavilə ilə çalışırsa, baxır o müqavilənin şərtlərində mühafizəçi hansı şərtləri həyata keçirməlidir? Onun boynuna nə düşür? Sadəcə oturmaq, kim necə gəldi, girir, çıxır, nəzarəti yoxsa. Bu cinayətin baş verilməsini şərait yaratmaq. Bəli, əgər o deyək ki, cip, qatlanmış bıçağın və yaxud da çiyəsi 15 sm uzun olan bıçağın üzərinə gədirilməsinə nəzarət yoxsa, digər texniki qurğular yoxlandırılması üçün təmin olunmayıbsa, təbii ki, orada baxır o müqavilənin şərtlərinə. Amma əgər onlar hadisənin törədilməsi ilə bağlı məlumatlar varsa, görməyiblərsə, bu artıq cinayət məsuliyyəti yaradır. Ən azından bu silahı buradan içəri keçirmək, bunun özü cinayətə şərait yaratmaq. Biz onu ehtimal edirik. Amma o istintaqın hansı səmtdə, prosesual deyək ki, səmtdə gedişinə biz mane olmuruq. Yeniyetmələrin asuda vaxtının necə keçirilməsi çox ciddi nəzarət etmək lazımdır. Bunların təşkili ilə bağlı ciddi addımlar həyata keçirmək lazımdır. Telefonlarda kifayət qədər sosial şəbəkələrdə ümumiyyətlə nəzarət edib. Qız oldu, oğlan oldu, fərqi yoxdur. Bəzən bu telefonlarda ictimai mənəviyyata zidd olan elə bir qısa, deyək ki, şəkillər, qısa filmlər, çəkilişlər yayılır ki, və bunlar istər-istəməz insanların tərbiyəsini poza biləcək faktlar kimi qeyd olunur və pozulurlar da. Mən Yasamalda bir məktəbdə oldum. Mən məktəbin sanitar qovşağında pomadalı siqarların kötüyünü gördüm və şprislər gördüm. Mən bunun özüm şahid oldum. Və bunu biz məktəbin rəhbərliyinə bölüşdük. Bunu. Deyirlər ki, 5 mavini var direktorun. 5 mavini. Yaxşı, sual yaranır. Bu direktorun 5 mavini, sinif rəhbəri nə işlə məşğullar? Sanitar qovşağına belə çıxır ki, orada nəzarət yoxdur. Razıyam.
Amma nəsə qoymaq olar. Qızlarınki ayrıdır, oğlanlarınki ayrıdır. Yəni hər şey bəlli olsun. Axı yenə deyirəm, söhbət milli mənəvi dəyərlərin aşılanmasından gedir. Mədəni tərbiyədən gedir. 2-3 verilişlər var ki, orada cinayətkarlarla mübarizə tədbirləri adı altında güya cinayətkarlar aşkar edirlər. Yəni bu hüquq mühafizə orqanlarının fəaliyyətinə dəstəkdir, yoxsa kölgə sala bilər? Mən bu məsələni bir dəfə qaldırdım. Mən baxıram hərdən. Və orada çox ciddi məsələlər var. Yəni hüquq mühafizə orqanlarının fəaliyyətinə aid olan məsələlər var. Uşağın deyək ki, anadan alınıb ataya verilməsi məsələsi müzakirə olunur. Qəribədir. Amma bu məsələ kifayət qədər məhkəmənin fəaliyyətinə aiddir. Kimsə valideynlərdən biri, ata ya ana iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Uşağın bundan saxlanması, aliment məsələsi var. Və yaxud da ana ailəni tərk edir. Nə qızına qalmaq istəyir, nə oğluna qalması. Gəlir, sığınır ki, mənə yer verin, mən buradan. Nə qədər məsələlər var ki, bu televiziyanın səlahiyyətinə aid olmayan məsələdir. Hətta cinayət açılır. Bir mənalı şəkildə. Bəli, cinayətlərin açılmasına bağlı təkliklər verirlər. Bu, istintaqın işinə müdaxilədir. İstintaq elə bir, məsələn, bizim Cinayət Prosessual Məcəlləsinə görə istintaq işinin yayılması cinayət sayılır. Olmaz. Çünki istintaqın ağır cinayətin açılmasında istintaqın həyata keçirdiyi prosessual tədbirlər o istintaq sirri olaraq yalnız rayonun ərazi üzrə prokuroru və yaxud da polis rəisi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq maraqlana bilər. Sonra da iş ittiham təsdiq olunursa gedir məhkəməyə. Bu məsələləri mən hətta bir dəfə prokurorla bir tədbirdə orada mən məsələni böyütdüm. Dedilər ki, o verilişin qapanması üçün tədbirlər görülür. Mən verilişin qapanmasını təklif etmirəm. Ümumiyyətlə bu məsələlər nə dərəcədə televiziyanın səlahiyyətinə aid olan məsələdir. Və bu hallar vətəndaşın hüquq mühafizə orqanlarına olan inamını da azaldır. Bəli, tamamilə doğru yanaşmadır. Bəli, bax, bu şəkildə davranma, deyim ki, hüquq mühafizə orqanlarının sununa ziyan vurur. Hüquq mühafizə orqanlarının məsələyə müdaxiləsi mümkündürmü? Yəni icazəsi varmı? Əlbəttə, əlbəttə. Yəni bu sırf hüquq mühafizə orqanları təkcə ona ya hətta o seriallarda polis mundirində işin özünü, rol ifadə etməyin özü mütləq mənada polisin icazəsi lazımdır. Başqa görə mümkün deyil. Rəsmi müraciət olunur və o müraciətə baxılır, serialı falan ona görə. Bəs niyə müdaxilə olunmur bu məsələlərə? O artıq başqa məsələdir. Yəni biz deyə bilmərik ki, müdaxilə olunur. Yəqin ki, müdaxilə olunur. Amma yenə bu şəkildə sui-istifadə hallarının olması biraz təəccüblü görsənir. Amma televiziyaların bu şəkildə hüquq mühafizə orqanlarının fəaliyyətinə müdaxiləsinin özü mən sui-istifadə kimi və həm sui-istifadə, həm də mənimsəmə kimi, özününkiləşdirmə kimi dəyərləndirirəm. Yəqin tədbirlə görüləcək. Şəmsəddin müəllim, uzun müddət hüquq mühafizə orqanlarında çalışmısınız. Fəaliyyətiniz dövründə hansı maraqlı cinayət hadisələrinə rastlaşmısınız? Çox ola belə hadisələrimiz bizim doğrudan da polisin ümumiyyətlə fəaliyyəti macəralarla zəngindir. Mən işləyən zaman belə bir hal baş verdi. Rəhbərlikdən mənə zəng vurdular ki, bəs sizdə xüsusi təyinatlı dəstələrdən biri axtarışda ola-ola sizin ərazinizdə gizlənir, amma siz onu yaxalamamışsınız. Həmin, deyək ki, polis əməkdaşının axtarışda olması ilə bağlı bizə hər hansı bir məlumat daxil olmadığından mən onun axtarış işi ilə məşğul olmamışdım. Və belə də mən cavab verdim. Deyim, axı bizdə bununla bağlı hər hansı bir göstəriş, tapşırıq, onun axtarış işi yoxdur. Bunlar dedilər ki, biz rəsmi şəkildə sizə deyirik də. Dedim, oldu, deyirsiniz, məşğul olaraq. Mən də müvafiq Cinayət Axtarış Şöbəsinin işlərini tez yığdım. Adının, soyadının, atasının adının, ünvanını verdim. Və qısa bir müddətdə uşaqlar mənə dedilər ki, rəis, bugün saat 3-də bunlar
Səadət Sarayında nikaha gedəcəklər. 28-ci məhəllədə falan Şadlıq Sarayında toydur. Təbii biraz mən duruxdum. Çox çətin bir seçim qarşısında qalmışdım. Hansını edim? Adət-ənənə, milli mənəvi dəyərlərimiz təbii ki, toya, bu cütlüyə mane olmaq biraz düzgün deyildi. Şəriət baxımından günahdır. Milli mentalitetimizə də uyğun deyildi. Amma vəzifə borcu təbii ki, məni vadar edirdi buna. Və zəng vurdum, dedim ki, bir gün onun sən demə toyudur. İcazə verin, toydan sonra mən onu götürüm. Dedi ki, yox, götürməli istiyorum. Və təbii, əməliyyat qrupunu hazırladım, qrupu özüm rəhbərlik etdim. Və belə qərara gəldik ki, bəylə, gəlinlə, o dəstəklə, kolonla birlikdə Səadət Sarayına gedək. Yəni, bunlar birdən bəy duyuq düşə bilər, axtarışdan, məlumat sızması ola bilər, qaça bilər. Və yaxud da Səadət Sarayına getməzlər. Və mən pis vəziyyətdə durumda qalacam. Və bunu seçdik, doğru seçdik. Səadət Sarayına gəldik, seremoniyada iştirak etdik. Gəlin koloniyaya. Bəli. Gəldik, pilləkənlə qalxdıq, yuxarıda Səadət Sarayında o seremoniyada iştirak etdik. Sonra üzü taxılma mərasimi oldu, imzalama mərasimi oldu və sonra yenə kolona qoşulub geri qayıtdıq o dəstəklə. O vaxtda telefonlar yoxdur. Mən radio qəbul edici vasitəsilə öz avtonəqliyyat vasitəmdən, xidməti avtonəqliyyat vasitəsi idi, çatdırdım ki, yolumuzda bir dövlət yol polisinin postu var idi. Dedim, o posta bir qrup təcili falan kəs qalsın və maşınımız, o kolon ora çatan kimi şalaqbağım bağlansın. Bəy sağ tərəfdə oturur maşını. Sağ tərəfin qapını açıb, bəyin qoluna girib bizim maşınımıza hərəkət istiqamətinin əleyhinə şəhərə aparıb. Təbii, bəy də xüsusi təyinatlı dəstədən idi, polisin fəaliyyəti ilə tanış idi, ona yad deyildi. O heç bir müqavimət göstərmədən tabi oldu, gəldi. Çünki həmin dəstənin rəhbərliyi öncədən həbs olunmuşdu. Yəqin bu da gözlürdü. Yəni heç bir müqavimət göstərmədən hiss elədim ki, bunun üçün gözlənilən bir addımıdır. Amma məhz bugün biraz şübhəli və düşündürücü idi. Və gəldik, onu təhvil verdik Bakı şəhər Baş Polis İdarəsinə, köhnə binasına təhvil verdik. Doğrudan bu vəziyyəti yaşamaq çox çətin idi. Çox çətin idi. Və uşaqlarla bir yerdə qayıtdıq, gəldik polis idarəsinə. Orada da oturduq, çox müzakirə etdik. Təxminən üzərindən bir saat ötəndən sonra, saat yəni bəlkə də olardı, mənə yenə Daxili İşlər Nazirliyindən zəng vurdular ki, gedin bəyi götürün. Kifayətdir. Aparın, qoy toyunu eləsin, sonra baxarıq. Nəysə, gəldik, özüm də getdim. Bakı şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasından götürdüm onu. O da çox gülümsədi, təbrik etdim, qoluna girdim və gətirdik Şadlıq Sarayına. Elə də başa düşdü. Yəni, heç bir, deyək ki, kin, qüdrət bildirmədən, bu sizin işinizdir, mən onun spesifik cəhətlərini çox yaxşı bilirəm. Bizim də vaxtımızda belə şey çox olub, tutmuşuq, aparmışıq falan. Və gəldik ki, Şadlıq Sarayına girdik, bəyin atası ilə öncədən görüşdüm, ruhaqlıq etdim, anasını qucaqladım. Polisin işi belədir də, xahiş edən biraz başqa cür dəyərləndirməyin də. Və sonra gəldim, gəlinin yanına bəyi oturdurdum, gəlinin alnından öpdüm. Sonra toyu açan bir adam kimi mikrofonu aldım əlimə. Və orada mikrofonda polisin qısaca fəaliyyəti ilə bağlı fikrimi izhar etdim əyləşənlərə. Xeyir dua verdim, təbrik etdim hər iki ailəni
Və ona görə xahiş edirəm, onun kişiləri kənara qoyun. Biz də sizin toya dəvət etdiyiniz adamlardan biri kimi toyda iştirak edirik. Bir qol qaldırdıq, oynadıq, nəmərimizi saldıq və o mərasimi tərk etdik. Belə bir hadisəni bizim başımıza gəlib danışdım sizə. Amma Binəqədidə istədiyim zaman bir ağır hadisə baş vermişdi. Səhərə yaxın növbət isə mənə zəng vurdu evə ki, bəs Binəqədidə Mədən deyilən ərazidə Mazutlu gölün yanında bir qara 24-10 markalı Volqa kənarda torpaqda dayanıb. Sükan arxasında sürücü güllə yarasından sağ gizgahından şəkildə dünyasını dəyişib. Tez hadisə yerinə gəldik. Təbii həmin adamın sürücü olduğu qənaəti bizdə kökləndi. Çünki sürücü sükanda sağ ayağı elə o əyləcin üstündə idi. Başını sükana qoyub sağ tərəfindən güllə dəliyi vardı. Öncədən bilməyə olmasa da, amma ehtimal etdik ki, bu tapançadan atılan güllədir. Güllə beynində qalmışdı, sonradan biz bildik. Qan laxtalanmışdı, paltarlarında qalmışdı. Və demək olar ki, 1-2 saatdan sonra məlum oldu ki, bunun şəxsiyyətini araşdırdıq. Maşının dövlət nömrə nişanı ilə bağlı və cibində də şəxsiyyətini təsdiq edən sənəd olduğuna görə məlum oldu ki, bu Şəkidəndir. Məlumat verdi Şəki polisinə, Şəki polisi ailəsinə demişdi və üstündən 1 saat keçməmiş qısa müddət ərzində biri gəldi ki, mən o mərhumun qardaşıyam. Müəyyən araşdırmalardan sonra bəlli oldu ki, bu Yasamalda axşam hər ikisi qardaşlar Yasamalda bir xanımın evində olublar. Bir nəfər də həmyerliləri orada olub. Yiyiblər, içiblər, çay içiblər və sonradan da dağılışırlar. Xanımın evini öyrəndik, xanımı dəvət elədik, prokuror və mən söhbət elədim. Xanım da bizə çox şeyləri, çox mətləbləri açdı. Bəlli oldu ki, bu mərhum ailəlidir, ailəsi Şəkidə yaşayır, 2 övladı var və bütün bunlara baxmayaraq, burada da Bakıda bu xanımdan qeyri-rəsmi də ailə həyatı yaşayır. Və xanımın dediyinə görə, bu hazırda sağ qalmış qardaşı bunların cütlüyünə, evliliyinə tamamilə narazı dəfələrlə deyir, mənə də ucadan irad tutub ki, sən utanmırsan, bunun ailəsi var. Və deyir, hər il yay vaxtı bu xanımın dediyinə görə bu mərhumla birlikdə Şəkiyə gedilmiş. Orada qalırmış. Bir sual etdik ki, necə qalırdınız? Ayrıca qalırdı, deyir, yox. 2 mərtəbəli binadır, bir damın altında. Biz aşağıda qalırdıq. Qaynatam, qaynanam deyir, yuxarıda, ailəsi də yuxarıda. Və bəlli oldu ki, biz bununla belə söhbətdə Daxili İşlər Nazirindən bir yoldaş hadisə ilə bağlı gəldi. Bu Daxili İşlər Nazirindən gələn yoldaş çox qəribə, ona qədər polis baxışları və təfəkkürü başqadır. Heç bir vətəndaşın təfəkkürü baxışları ilə eyniləşdirmə olmaz, barmaq izləri kimi eyni olmur. Bu yoldaş qəbul otağında oturan o qardaşını görüb içəri girmişdi. Mənə dedi ki, rəis, məlumat deyim ki, bunun əvvəldə məhkumluğu var. Düzmə danışsan. Nə cinayətə görə? Dedi, elə adam öldürməyə görə məhkumluq var. Dedim, hardan tanıdım bunu? Dedim, mən kalonda bunu görmüşəm. Fikir verirsiniz. Müəyyən işlə bağlı bu kalona gedib. Kalonda o qəsdən adam öldürən qatillərlə, məhkumlarla söhbət edib. Bu hafizəsində qalıb müəyyən cəhətlərinə görə. Dərhal bunun adını, soyadını və cəza çəkmə müəssisəsindən bunu şəxsi için aldıq. Şəxsi için alanda biz sevindik. Eyni xətt, eyni
hərəkət Makar Tapaçansından orada da həm yerlisini qətlə yetirdiyinə görə 15 il məhkum olunub yatmışdı. Yatılmış. Sağ tərəfdən gicgahından. Eyni xətt, Rusda elə eyni poçerk. Və bu bizi sevindirdi ki, %100 budur. Amma bütün hallarda pistolet elə yoxdur, makar tapancası elə yoxdur. Nə etmək lazımdır? Bir xeyli söhbətin prokurorla məşvərət elədik. Sonra bu qədəni çağırdıq. Bu qardaşı bir də ikimiz söhbət elədik. Qardaş birdən hönkürtü ilə başladı ağlamağa. Niyə ağlıyorsan? Adı Həmdullah idi. Dedim, Həmdullah, niyə ağlıyorsan? Deyirək, sizinlə tək-tək danışmaq istəyirəm. Duyuq düşdü. O da arif adamıdır. 15 il yatmış adam elə-belə olmur ki. Duyuq düşdü. Dedim, prokurorun bir yeri iş. Dedi, yox, mən sizinlə eşitmişəm, siz Allah adamısınız. Mən sizinlə ikilikdə söhbət eləmək istəyirəm. Dedim, yox. Prokuror mənə göz vurdu, başa düşdü. Ki, onsuz da bu açılmış. Bəllidir. Prokuror dedi, mən getdim, gec artıq. Sabah kimi. Bu etiraf elədi. Niyə öldürmüşsən? Deyir, mən silə bax bu, atam, anamın başını aşağı saldığına görə, onları nüfuzdan saldığına görə urvatsız bir ömür sürürdük. Urvatsız dəfələrlə. Ben buna dedim ki, belə yaramaz. Arkadaş, ay Abdullah, belə olmaz. Sen bizi buradan salsan, bizim avrımız, sayamız var, ismətimiz var. Belə davranma olmaz. Dedim, mənim işimə sən qarışma. Mən də həmin gecə deyir, qadının yanından çıxanda oturduk bunun maşınına. Yol boyda xeylə söhbət elədik bundan. Gördüm ki, bu yolundan dönən adam deyil. Dedim, sürü Binəqədidə biraz da söhbət elədik. Binəqədidə gəldik, o Respanski Qayiyə Binəqədin içindən dönən yolda dedim, biraz sağa ver, saxla. Sağa verdi, saxladı. Pistoleti çıxartdım, vurdum. Dedim, pistolet, bizə indi əşya dəlilik üçün pistolet lazımdır. Bunun deməyi əsas deyilmir o qədər. Dedim, bəs pistolet hanı? Dedi ki, orada gölməçəyə, mazutlu gölməçəyə attım. Biz tez səhərisi, amma mən prokuror səhər gələnə qədər, səhər artıq 5-in yarısı idi. Səhərə yaxınıdır. Mən bunun izahatını özüm aldım. Mənə dedi, əvvəl öldü, dedim ki, öz dəstxətini yaz, Abdullah, özüm bilirsən də yatıb çıxmışsan Temur. Burada sən yazsan daha yaşlı, inanan. Sabah valideynin gələrək, inanmazlar. Elə-belə bir səni şərləmiş o. İnandım, dedi, çox düzdürsə, özüm yazıram. Və öz dəstxətinə 6 səhifədən ibarət bunun izahatını aldım. Müstəntiq ifadəsini alacaqdı. Və dərhal da səhərə yaxın mən prokurora məlumat verdim. Və prokuror da bizim telefon zəngimin bir vaxt olmasından anladı ki, dedi, rəis, təbrik edirəm səni, gördün, məsələ həllini tapdı. O vaxtı yanğı söndürən obyektlər hamısı Daxili İşlər Nazirliyinə tabidir. Gəldik, tez gölməçəni qurutduq, silahını da tapdıq, təmizlədik, onu verdik, ekspert təsdiq elədi ki, doğrudan da güllə bu silahdan atılıb. Və o məsələni bitirdik, işi istintaqına yolladı, verdim məhkəməyə. Çox sağ olun, minnətdaram sizə belə ətraflı müsahibə üçün. Siz sağ olun, Allah sizləri qorusun. Çox ciddi bir məsələ toxundunuz. Tam səmin edeyim ki, bax, müstəqil bir ölkənin cinayətkarlıqla mübarizə aparan və kifayət qədər böyük, həm də mən deyirəm ki, öz şərəfli missiyasını şövqlə həyata keçirən Azərbaycan polisinin fəaliyyəti ilə bağlı bu şəkildə maraqlandığınıza görə hər bizə təşəkkür edirəm.